Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 4-cü sinif riyaziyyatı iş dəftəri üzərində tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Sahə modelindən istifadə etməklə boş yerlərə uyğun ədədləri yaz və hasili tap. Sahə modelinə baxırıq. Modeli verilib və 4 vuraq 5627 hasilini tapmalıyıq. 5627. 4 vuraq 5000. Üzərinə gəlirik 600. Üzərinə gəlirik 20. Və üzərinə gəlirik 7. Burada isə yazırıq. 4 vuraq 5000'i. 600'ü bura qeyd edirik. 20 təkliyi də qeyd edək. 7 təkliyimiz var. 4'ü vururuq 5000'e. 4'ü vururuq 600'e. 4'ü vururuq 20'ye. 4'ü vururuq 7'ye və alınan hasilləri qeyd edək. 4 5000'e vuranda 4 dəfə 5'in 20. 3 0 yazsaq edəcək 20.000. Üstə gələk. 4'ü 6'ya vursaq 24. 0'ar yazsaq 2400. 4'ü 20'ye vursaq edəcək 80. Üzərinə gəlirik. 4 dəfə 7'in 28. Cəmi tapırıq. Cəm edəcək 22.508. 20.000 üzərinə 2400 gəlsə 22.400. Üzərinə 80 gəlsə 22.480. 28'de gələndə edəcək 22.508. Davam edək. 6 vuraq 12.652. 6 vuraq 10.000. Üzərinə gəlirik 2000'i. Üzərinə gəlirik 600. Üzərinə gəlirik 50'ni. Üzərinə gəlirik təkliyimizi 6'nı. Bərabərdir. Sahə modelində qeyd edək. 6'nı 10.000'e vururuq. 6 vuraq 10.000. 6'nı 2000'e vururuq. 6'nı 600'e vururuq. 6'nı 50'ye vururuq. Və 6'nı 6'ya vururuq. Daha doğrusu 6 değildi. Baxaq. 6'dır. 6'nı vuruq 6'ya. Qeyd edək. 6'nı 10.000'e vursaq edəcək 60.000. 6'nı 2000'e vursaq edəcək 12.000. 6'nı 600'e vursaq edəcək 3600. 6'nı 50'ye vursaq edəcək 300. 6 dəfə 5'in 30. 0 yazırıq adına. 6 dəfə 6'nı edəcək 36. Və cəmi tapsaq 60.000 üzərinə 12.000 gəlsək 72.000. Üzərinə 3600 gəlsək 72.000. 75.600. Üzərinə 300 gəlsək 75.936 edəcək 75.936. Digər tapşırığa baxaq. Hesabla. Alt-alta yazmaqla hasili tapaq. 6 dəfə 5'in 30. 0 yazırıq. 3 yadda. 6 dəfə 5 dəfə 3'ün 15. 3 də yadda 18. 8 yazırıq 1 yadda. 6 dəfə 5'in 30. 1 də yadda 31 etmiş olacaq. 7 dəfə 5'in 35. 5 yazırıq 3 yadda. 7 dəfə 1'in 7. 3 də yadda 10.
0 yazırıq 1 yadda. 7 dəfə 4-ün 28, 1 də yadda 29, 9 yazırıq 2 yadda. 7 dəfə 1-in 7, 2 də yadda 9 70 olacaq. Davam edək. 6 dəfə 8-in 48. 8 yazırıq 4 yadda. 6-nı 0-a vursaq 0, 4 də yadda 4. 6 dəfə 1-in 6, 6 dəfə 2-nin 12 70 olacaq. 13.004'ü 3'e vururuq. 3 dəfə 4'ün 12. 2 yazırıq 1 yadda. 3'ü 0'a vursaq 0, 1 də yadda 1. 3'ü 0'a vursaq 0. 3 dəfə 3'ün 9. 3 dəfə 1'in edəcək 3. 22.177'ni vururuq 4'e. 4 dəfə 7'in 28. 8 yazırıq 2 yadda. 4 dəfə 7'in 28. 2 də yadda 30. 0 yazırıq 3 yadda. 4 dəfə 1'in 4. 3 də yadda 7. 4 dəfə 2'nin 8. 4 dəfə 2'nin 8 70 olacaq. 4 dəfə 6'dan 24. 4 yazırıq 2 yadda. 4 dəfə 9'un 36. 2 də yadda 38. 8 yazırıq 3 yadda. 4'ü 0'a vursaq 4. 3 də yadda 3. 4 dəfə 5'in 20. 0 yazırıq 2 yadda. 4'ü 0'a vursaq 0. 2 də yadda 2. 4 dəfə 1'in edəcək 4. 420.384 almış olduq. 204.157'ni vururuq 3'e. 3 dəfə 7'nin 21. 1 yazırıq 2 yadda. 3 dəfə 5'in 15. 2 də yadda 17. 7 yazırıq 1 yadda. 3 dəfə 1'in 3. 1 də yadda 4. 3 dəfə 4'ün 12. 2 yazırıq 1 yadda. 3'ü 0'a vursaq 0. 1 də yadda 1. 3 dəfə 2'nin edəcək 6. 7 dəfə 5'in 35. 5 yazırıq 3 yadda. 7 dəfə 7'nin 49. 3 də yadda 52. 2 yazırıq 5 yadda. 7 dəfə 1'in 7. 5 də yadda 12. 2 yazırıq 1 yadda. 7 dəfə 3'ün 21. 1 də yadda 22. 2 yazırıq 2 yadda. 7 dəfə 2'nin 14. 2 də yadda 16. 6 yazırıq 1 yadda. 7 dəfə 1'in 7. 1 də yadda 8 70 olacaq. Davam edək. Pozulmuş rəqəmləri bərpa et. 4'ü 4'e vursaq 16. 6 yazırıq 1 yadda. 4 dəfə 5'in 21 də yadda 21. 1 yazırıq 2 yadda. 4 dəfə 4'ün 16. 2 də yadda 18. 8 yazırıq 1 yadda. 4'ü 3'e vursaq 12. 1 də yadda 13 etmiş olar. 3 dəfə 6'ın 18. 8 yazırıq 1 yadda. 3'ü neçəyə vuraq? Bax burada 1 yazıb. 3'ü vursaq 1 yaddan da üzerine gələndə sonu 1'dən bitsin. 3'ü vura bilərik. 3'ü 0'a vururuq. 0, 1 də yadda 1. 3 dəfə 1'in 3. Bura isə 3 yaza bilərik. 3 dəfə 3'ün 9. 3 dəfə 1'in yenə də 3 etmiş olacaq. Bura yaza bilərik. 1 yazıbsa 3. 7 dəfə 3'ün 21. 1 yazırıq 2 yadda. 7 dəfə 2'nin 14. 2 də yadda 16. 6 yazırıq 1 yadda. 7'ni 7'ni vura bilərik. 5'e 35. 5 yazırıq 3 yadda. 7'ni 1'e vuranda 7 3 də yadda 10 etmiş olar. 8 dəfə 5'in 40. 0 yazırıq 4 yadda. 4 yadda. 8'i 4'e vursaq 20. Üzr istəyirəm. 5'i 4'e vursaq 20. 4 də yadda 24. 4 yazırıq 2 yadda. 7 dəfə 5'in 35. 2 də yadda 37 etmiş olar. 6 dəfə 4'ün 24. 4 yazırıq 2 yadda. 6 dəfə 3'ün 18. 2 də yadda 20. 0 yazırıq 2 yadda. 6'nı vura bilərik. 2 də yadda olanda sonu 2'dən bitən ədəd alsın. 6'nı vura bilərik 5'e. 6 dəfə 5'in 30. 2 yazırıq 3 yadda. 6 dəfə 5'in 30. 3 də yadda 33. 3 dəfə 2'nin 6. 3 dəfə 2'nin 6. Bax 3'ü 1'e vursaq 9 eləməyəcək. Ona görə bura 8 yazsaq
Bura 8 yazırıq. 8 dəfə 2-nin 16, 6 yazırıq bir yadda. 8 dəfə 1-in 8, bir də yadda 9. 8 dəfə 4-ün 32, 2 yazırıq 3 yadda. 8 dəfə 3-ün 24, 3 də yadda 27, 7 yazırıq 2 yadda. 8 dəfə 2-nin 16, 2 də yadda 18 etmiş olacaq. Növbəti tapşırığa baxaq. Hesabla müqayisə et. İlk öncə hesablayaq. 595-i 4-ə vururuq. 595-i vururuq 4-ə. 4 dəfə 5-in 20, 0 yazırıq 2 yadda. 5 dəfə 9-un, daha doğrusu 4 dəfə 9-un 36, 2 də yadda 38, 8 yazırıq 3 yadda. 4 dəfə 5-in 20, 3 də yadda 23 etmiş olacaq. Etdi 595-i 4-ə vuranda etdi 2380. 2380-in üzərinə 2180-i gəlirik. Və yaxud da 2180-in üzərinə 2380 gəlirik. Toplananların yerini dəyişəndə cəm dəyişmir. 0, 8-in üzərinə 8 gəlsək 16, 6 yazırıq 1 yadda. 3-ün üzərinə 1 gəlsək 4, 1 də yadda 5. 2-nin üzərinə 2 gəlsək edəcək 4. Neçə etdi? 4560. İndi isə bərabərliyin digər tərəfini hesablayırıq. 228-i vururuq 5-ə. 5 dəfə 8-in 40. 0 yazırıq 4 yadda. 5 dəfə 2-in 10. 4 də yadda 14. 4 yazırıq 1 yadda. 5 dəfə 2-in 10. 1 də yadda 11. Neçə etdi? 1140. 1140-ı da vururuq 4-ə. 4'e vuranda edecek 4600 edir. Səhv etmirəmsə vuraq. 1140'ı vuraq 4'e. 4'ü 0'a vursaq 0. 4 dəfə 4'ün 16. 6 bir yadda. 4 dəfə 1'in 4. Bir də yadda 5. Aha. 4 dəfə 1'in 4. 4560 edir. 4560. 4560, 4560 bir-birinə bərabərdir. 4560 bərabərdir 4560-a. Digər hesablamamıza baxaq. Bərabərliyin sol tərəfini həll etsək, 478-i vururuq 8-ə. 8 dəfə 8-in 64, 4 yazırıq 6 yadda. 8 dəfə 7-in 56, 6 da yadda. 62, 2 yazırıq 6 yadda. 8 dəfə 4'ün 32, 6 da yadda 38. 3824 almış olduq. Yazaq bura 3824. Digər tərəfə baxaq. İlk öncə mötərizənin için həll edək. Mötərizənin içərisində 2000-dən 44-ə çıxsaq, 2000-dən 44 çıxsaq qalır 1956. 1956-nı da vuraq 3'ə. 3 dəfə 6'nın 18, 8 yazırıq 1 yadda. 3 dəfə 5'in 15, 1 də yadda 16, 6 yazırıq 1 yadda. 3 dəfə 9'un 27, 1 də yadda 28, 8 yazırıq 2 yadda. 3 dəfə 1'in 3, 2 də yadda 5. Neçə etdi? 5868. 5868. Burada 3000'lik var. Digərində 5000'lik var. Təbii ki 3824 kiçikdir 5868'dən. Digər tapşırığı yerinə yetirək. 1462'ni vuruq 6'ya. 1462'ni vururuq 6'ya. 6 dəfə 2'nin 12, 2 yazırıq 1 yadda. 6 dəfə 6'nın 36, 1 də yadda 37, 7 yazırıq 3 yadda. 6 dəfə 4'ün 24, 3 də yadda 27, 7 yazırıq 2 yadda. 6 dəfə 1'in 6, 2 də yadda 8. Neçə etdi? 8772, 8772. Sonra isə 1050'ni 9'a vururuq. 1050'ni vururuq 9'a. 9'u 0'a vursaq 0. 9 dəfə 5'in 45. 5 yazırıq 4 yadda. 9'u 0'a vursaq 0. 4 də yadda 4. 9 dəfə 1'in 9. 9450 etmiş oldu. Hasildə aldıq 9450'yi. Bundan isə 936'nı çıxaq. Ondan 0'dan 6 çıxmaq olur. Ondan 6 çıxsaq 4. Burada qalır 4. 4'dən 3 çıxsaq 1. 4'dən 9 çıxmaq olmaz. 14'dən 9 çıxsaq 5'i burada qalır 8. 8514. 8514. 8772
böyükdür 8514-dən. Digər tapşırığa baxaq. Maşın bir əməl yerinə yetirir. Girişdəki ədədlərə görə çıxışda alınacaq ədədləri tap. Baxırıq. Girişdə yazılan ədədi qeyd edib 4-ə vurub yazırıq çıxışa. Girişdə hansı ədəd verib? 218. 218-i vururuq 4-ə. 4 dəfə 8-in 32. 2 yazırıq 3 yadda. 4 dəfə 1-in 4. 3 də yadda 7. 4 dəfə 2-nin 8. Çıxışda hansı ədəd oldu? 872. Sonra girişdə 562-dir. Vururuq 4-ə. 4 dəfə 2-nin 8. 4 dəfə 6-nın 24. 4 yazırıq 2 yadda. 4 dəfə 5-in 22 də yadda 22. 2248. Çıxışda olacaq 2248. Girişdə 1475-dir. 4-ə vurub yazırıq çıxışa. 4 dəfə 5-in 20, 0 yazırıq 2 yadda. 4 dəfə 7-in 28, 2 də yadda 30, 0 yazırıq 3 yadda. 4 dəfə 4-ün 16, 3 də yadda 19, 9 yazırıq 1 yadda. 4 dəfə 1-in 4, 1 də yadda 5. Neçədir? 5900. Bizim çıxışımız da alınan ədəd etdi. 4366-nı girişdə olan ədəddir. Vurub 4-ə alınan cavabı çıxışa yazırıq. 4 dəfə 6-nın 24, 4 yazırıq 2 yadda. 4 dəfə 6-nın 24, 2 də yadda 26, 6 yazırıq 2 yadda. 4 dəfə 3-ün 12, 2 də yadda 14, 4 yazırıq 1 yadda. 4 dəfə 4-ün 16, 1 də yadda 17 etmiş olacaq. Etdi 17464. 17464. Digər tapşırığa baxaq. Girişdə qeyd olunan ədədləri 8-ə vurmaqla çıxışa qeyd edirik. Çıxışa yazırıq. Qələmimizin rəngini dəyişək. Aha. 372-ni vururuq 8-ə. 8 dəfə 2-nin 16, 6 yazırıq 1 yadda. 8 dəfə 7-nin 56, 1 də yadda 57, 7 yazırıq 5 yadda. 8 dəfə 3-ün 24, 5 də yadda 29 etmiş olacaq. Etdi 2976. Davam edək. 892 bizim girişdə olan ədədimizdir. 8-ə vurmaqla çıxışa yazırıq. 8 dəfə 2-nin 16, 6 yazırıq 1 yadda. 8 dəfə 9-un 73, 72, 1 də yadda 73. 73, 3 yazırıq 7 yadda. 8 dəfə 8-in 64. 7 də yadda edəcək 71. 71. Bir qədər səliqəsiz oldu əziz şagirdlər. 2 dəqiqə. 892-ni vurduq 8-ə. 8 dəfə 2-nin 16, 6 yazdıq 1 yadda. 8 dəfə 9-un 72, 1 də yadda 73, 3 yazdıq 7 yadda. 8 dəfə 8-in 64, 7 də yadda 71 etmiş oldu. 7136. Girişdə olan ədəd 6963-dür. 8-ə vurmaqla çıxışa yazırıq. 8 dəfə 3-ün 24, 4 yazırıq 2 yadda. 8 dəfə 6-ın 48, 2 də yadda 50, 0 yazırıq 5 yadda. 8 dəfə 9-un 72, 5 də yadda 77, 7 yazırıq 7 yadda. 8 dəfə 6-nın 48, 7 də yadda edəcək 55. Bir daha baxaq görək düz qeyd etdik. 8 dəfə 3-ün 24. Aha. 8 dəfə 6-ın 48, 0 yazdıq. 2 də yadda 50, 0 yazdıq 5 yadda. 8 dəfə 9-un 72, 5 də yadda 77, 8 dəfə 6-ın 48, 7 yadda edəcək 55. Növbəti tapşırığa baxaq. Girişdə olan ədəd 8856-dır. 8-ə vurmaqla çıxışda olan ədədi tapırıq. 8 dəfə 6-ın 48, 8 yazırıq 4 yadda. 8 dəfə 5-in 44 də yadda 44. 4 yazırıq 4 yadda. 8 dəfə 8-in 64.
4 də yadda 68. 8 yazırıq 6 yadda. 8 dəfə 8-in 64. 6 da yadda edəcək 70. 70.848. Növbəti tapşırığımıza baxaq. Boş xanalardakı ədədləri tap, qanuna uyğunluğu davam etdir. Baxaq. 1000 üzərinə 150 gəlib. 1000 üzərinə 150 gəlsə edəcək 1150. 1150-ni vururuq 4-ə. 4-ü 0-a vursaq 0. 4-ü 5-ə vursaq 20. 0 yazırıq 2-yə də. 4 dəfə 1-in 4, 2 də yadda 6. 4 dəfə 1-in 4. Neçədir? 4670 oldu. 4600. 4600-ün üzərinə 150 gəlsək, edəcək 4750. 4750-ni də vuruq 4-ə. 4750-ni vururuq 4'e. 4'ü 0'a vursak 0. 4 dəfə 5'in 20. 0 yazırıq 2 yada. 4 dəfə 7'in 28. 2 yada 30. 0 yazırıq 3 yada. 4 dəfə 4'ün 16. 3 yada 19 etmiş olacaq. Etdi 19.000. 19.000. Sonra isə qaydamız necədir? 19.000-i bir dəfə üzərinə 150 gəlirik, bir dəfə 4'ə vururuq. 19.000 üzərinə 150 gəlirik və vururuq 4'ə. 19.000 üzərinə 150 gəlsə edəcək 19.150. 19.150. 19.150-ni də vururuq 4'ə. 4'ü 0'a vursaq 0. 4 dəfə 5'in 20. 0 yazırıq 2 yadda. 4 dəfə 1'in 4. 2 də yadda 6. 4 dəfə 9'un 36. 6 yazırıq 3 yadda. 4 dəfə 1'in 4. 3 də yadda 7 etmiş olacaq. 76.600. Digər tapşırığa baxaq. 2200'ü vurub 3'ə 1100 çıxıb. 2200'ü 3'ə vursaq şifayı da vura bilərik. 22'ni 3'ə vursaq edəcək 66. 6600. 6600'dən 1100 çıxırıq. Qalacaq 5500. 5500'ü 3'ə vuraq. 5500'ü vururuq 3'ə. 3 dəfə 0'ın 0. 3'ü 0'a vursaq 0. 3 dəfə 5'in 15. 5 bir yadda. 3 dəfə 5'in 15. Bir də yadda 16 etmiş olacaq. Neçə aldıq? 16.500. 16.500'dən çıxırıq 1100'ü. 15.400. Qayda olaraq nə edirik? 15.400'ü vururuq 3'ə. 15.400'ü vururuq 3'ə. 3 dəfə 0'ın 0. 3 0'a vursaq 0. 3 dəfə 4'ün 12. 2 bir yadda. 3 dəfə 5'in 15. Bir də yadda 16. 6 bir yadda. 3 dəfə 1'in 3. Bir də yadda edəcək 4. Edir 46.200. 46.200'dən də 1100'ü çıxırıq. Çıxırıq 1100. 46.200'dən çıxırıq 1100. 0 0 2'dən 1 çıxsaq 1'i, altdan 1 çıxsaq 5'i, buraya yazırıq 4. 45.100. Davam edək. Anar və Səbinə hər biri fikrində bir ədəd tutdu. Anar fikrində tutduğu 5 rəqəmli ədədi təsvir etmək üçün hər mərtəbənin yerinə şəkildəki ardıcıllıqla bir fəza fiquru qoydu. Hər fiqurun təpələrinin sayı uyğun mərtəbədəki rəqəmi göstərir. Deyir, hər fiqurun təpələrinin sayı uyğun mərtəbədəki rəqəmi göstərir. Gəlin baxaq əziz şagirdlər. Birinci fiqurun neçə təpə nöqtəsi var? Birinci fiqurun təpə nöqtəsinə baxsaq, görürük ki 1, 2, 3, 4, 5,
6. 6 təpə nöqtəsi var. İkinci fiqurun 1, 2, 3, 4, 5, 6. 6 təpə nöqtəsi var. Üçüncü fiqurun 1, 2, 3, 4, 5, 6. 6 təpə nöqtəsi var. Üçüncü fiqurun 1, 2, 3, 4, 5, 6, 7. Bir də baxın burada 8. 8 təpə nöqtəsi var. Sonuncu fiqurun isə 1, 2, 3, 4 dənə təpə nöqtəsi var. Demək, Anarın fikrində tutduğu ədəd hansı ədəd imiş? 66.684 imiş. Ardından bizə deyir ki, bu ədəd Səbinənin fikrində tutduğu ədəddən 5 dəfə kiçikdir. Səbinə fikrində hansı ədədi tutub? 66.684 ədədi Səbinənin fikrində tutduğu ədəddən 5 dəfə kiçik ədəddirsə, bu ədəd Səbinənin fikrində tutduğu ədəddən 5 dəfə kiçikdir. Demək ki, Səbinə bu ədəddən 5 dəfə böyük ədədi fikrində tutubdur. 66.684-ü 5'ə vurmaqla biz Səbinənin fikrində tutduğu ədəd tapmış olaraq 5 dəfə 4-ün 20, 0 yazırıq 2 yadda, 5 dəfə 8-in 40, 2 yadda 42, 2 yazırıq 4 yadda, 5 dəfə 6-ın 34 yadda 34, 4 yazırıq 3 yadda, 5 dəfə 6-ın 30, 3 yadda 33, 3 yazırıq 3 yadda, 5 dəfə 6-ın 30, 3 yadda 33. Səbinənin fikrində tutduğu ədəd hansı ədəd oldu? 333.420. Bir daha qeyd edirəm. Anarın fikrində tutduğu ədəd 66.684-dür. Deyir, bu ədəd Səbinənin fikrində tutduğu ədəddən 5 dəfə kiçikdir. Demək ki, Səbinənin fikrində tutduğu ədəd 66.684-dən 5 dəfə böyük ədəd imiş. Biz də 66.684-ü 5'ə vurmaqla cavabı almış olduq. Davam edək. Səkizinci məsələyə baxaq. Bir blokda 8 paket, bir paketdə 4 ədəd şokolad var. Bazar ertəsi marketə 250 blok şokolad gətirdilər. Marketə cəm neçə şokolad gətirdilər? İfadə yazmaqla hesabla. Bir blokda 8 paket var. Hər paketdə 4 ədəd şokolad var. Deyir, bazar ertəsi paketə 250 blok gətirdilər. 250 blok gətirdilərsə, 250 blokun hərəsində 8 paket, hər paketdə də 4 dənə şokolad. 250-ni vururuq 8-ə. 250-ni 8-ə vursaq, 25-i 8-ə vursaq 200, 0-ı da hasil əlavə etsək 2000. 2000-i də 4-ə vursaq edir 8000. Bizə deyir ki, marketə cəmi neçə şokolad gətirdilər? Cəmi 8000 şokolad gətirmiş oldular. Növbəti şərtə baxaq. Hər gün 6 blok şokolad satılarsa, bir həftədən sonra marketdə bu şokoladlardan neçə ədədi qalar? Marketdə 8000 ədəd şokolad var. Bizə deyir ki, hər gün 6 blok şokolad satılarsa, hər gün 6 blok şokolad satılarsa, bir günə 6 blok satılırsa, bir blok neçə paketdir? 8 paketdir. 6-nı vururuq 8-ə, edir 48 paket. 48 dənə paketin içində neçə dənə şokolad var? Bir paketdə 4 dənə şokolad varsa, 48 paketdə 48-i vururuq 4-ə. 48-i 4-ə vuranda 192 şokolad olmuş olur. Demək ki, gün ərzində 192 şokolad satılmış olur. Bizə deyir ki, bir həftəyə nə qədər şokolad satılar və nə qədəri qalar? Yəni, bir həftə sonra marketdə bu şokoladlardan neçə ədəd qalacaq? Günə 192 ədəd şokolad satılırsa, bir həftəyə 192-ni vururuq. Bir həftəmiz 7 gündür. 7-yə. 7 dəfə 2-nin 14. 4 yazırıq 1 yadda. 7 dəfə 9-un 63. Bir də yadda 64. 4 yazırıq 6 yadda. 7 dəfə 1-in
7 6 7 13 etmiş olacaq. 1344 şokolad satılmış olacaq bir həftə ərzində. 1344 şokolad satılır. Bizdən nə qədər satılıb bunu soruşmur. Bizə deyir ki, bir həftə ərzində, yəni bu şokoladlar satılandan sonra 1344 şokolad satılandan sonra marketdə neçə şokolad qalar? Marketdə cəmi 8000 şokolad var idi. Bunun 1344'ü satıldı. Sıfırdan çıxmaq olmur. Bura edəcək 7, 9, 9 sonuncu sıfır edir 10. Ondan 4 çıxsaq 6'sı. 9'dan 4 çıxsaq 5'i. 9'dan 3 çıxsaq 6'sı. 7'dən də 1 çıxsaq 6'sı. 6656 şokolad qalmış olacaq. 6656 şokolad qalmış olacaq. Növbəti sonuncu məsələyə baxaq. Masa dəsti divandan 3 dəfə ucuz. Televizor atlığından isə 2 dəfə bahadır. Alıcı 8000 manat pula bir televizor atlığı, 2 divan, bir masa dəstə ala bilərmi? Neçə manat çatmaz və yaxud artıq qalar? Gəlin baxaq. Bizə deyir ki, masa dəsti divandan 3 dəfə ucuzdur. Baxın, bizə masa dəstinin qiymətini verib 960 manat. Deyir ki, masa dəsti divandan 3 dəfə ucuzdur. Bu deməkdir ki, divan masa dəstindən 3 dəfə bahadır. Yəni biz 960'ı 3'ə vurmaqla 960'ı 3'ə vurmaqla divanın qiymətini tapmış oluruq. 3'ü 0'a vursaq 0, 3 dəfə 6'ın 18, 8, 1 yadda, 3 dəfə 9'un 27, 1 də yadda 28 etmiş olacaq. Demək divanın qiyməti neçədir? 2880 manatdır. Divanın qiyməti aydın oldu ki, 2880 manatdır. Bizə deyir, masa dəsti divandan 3 dəfə ucuzdur. Televizor atlığından isə 2 dəfə bahadır. Masa dəsti televizor atlığından 2 dəfə bahadır. Demək, televizor atlığı masa dəstindən 2 dəfə ucuz olur. 960'ı 2'yə bölməklə biz televizor atlığının qiymətini tapmış oluruq. 96'nı 2'yə bölsək 48, 0'da yazsaq sonu edəcək 480 manat. Buradan aydın oldu ki, televizor atlığının qiyməti də 480 manatdır. Biz hər birinin qiymətini bildik. Bildik ki, televizor atlığının qiyməti 480 manatdır. Masa dəsti 960 manatdır. Divan isə 2850 manatdır. 2880 manatdır. Ne edirik? İndi bizdən soruşur ki, alıcı 8000 manat pula bir televizorun qiyməti neçədir? 960 manat. Üzərinə gəlirik. Bir televizor atlığının qiyməti, üzr istəyirəm, 480 manatdır. 480 manat. Aha. Sonra 2 divan. Divanın qiyməti 2880 manatdır. 2 dənə divanın qiyməti edəcək 2880'i vururuq 2'yə. Üzərinə gəlirik. Bir masa dəsti ala bilərmi? Masa dəstinin qiyməti 960 manatdır. Davam edək. Bunu 2'yə vuranda yanında manat işarəsi yazarıq. Bərabərdir. 2880'i 2'yə vursaq, 2880'i 2'yə vursaq, gəlin burada vuraq. 2880 vururuq 2'yə. 2 dəfə 0'ın 0. 8 dəfə 2'nin 16. 6 yazırıq. 1 yadda. 8 dəfə 2'nin 16. 1 də yadda 17. 7 yazırıq. 1 yadda. 2 dəfə 2'nin 4. 1 də yadda 5. 5760 manat olacaq. Demək ki, 2 dənə divan alsa 5760 manat ödəyəcək. Doğrudurmu? Sonra nə edirik? Sonra isə 480 manatın üzərinə gəlirik 5760 manat. Onun üzərinə gəlirik 960 manat. Və qiyməti tapırıq.
Kənarda hesablama da apara bilərik. 480 ilə 960'ı toplasaq, 400'dən 900, 1300, 80 ilə də 60'ı toplasaq edir 140. 1440 edəcək. Onların ikisinin cəmi. 1440. 1440'ın da üzerine gerek 5760'ı. Kenarda bir yer tapıp yazaq. 5760'ın üzerine gerek 1440'ı. 0, 0, 7'nin üzerine 4 gəlsə 11, 1 ya da 12, 2, 1 ya da 7'nin üzerine 1 gəlsək, 5'in üzerine 1 gəlsə 6, 1 de ya da edəcək 7. Cəmi nə qədər pul etdi? Cəmi 7200 manat etdi. Bizdən soruşur ki, neçə manat çatmaz veya artıq qalar? Yəni, alıcı bir televizor atlığı, 2 divan, bir masa dəstə alarsa, cəmi 7200 manat pulu deyəcək. Nə qədər pulu çatmaz? Əlbəttə ki, pulu çatdı. 8000 manat pulu var idi. Aldıqlarının qiymət etdi 7200 manat pulu çatdı. Nə qədər pulu artıq qalacaq? 8000'dən də 7200 çıxsaq, 800 manat artıq qalar. İzahlarımız bu qədər əziz şagirdlər.